Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla başlarıq. Siz əziz, dəyərli yoldaşlara, sırdaşlara, öğrencilərə, öğretmenlərə salam ərz edirəm. Hər bir şeydən əvvəl, hər bir şeydən öncə mən gələn həftə olmadığım üçün çox çalışdım ki o söhbətləri bu həftə sizinlə ortalığa qoyam. Yadınızda olmuş olsa biz sizə bu vədəni verdik ki Peyğəmbərin anadan olan günü miladına görə biz sizinlə yeni bir bəhs açmalıydıq. O əsasda mən onu sizə təbrik deyirəm. Bütün Türk müsəlmanlarına, bütün möminlərə Peyğəmbərin anadan olan günü ki, gələn həftə olacaqdı, onu mən kutlayıram, təbrik deyirəm. Allah'tan istəyirəm ki, o Peyğəmbərin doğru, düzgün yolu gedənlərindən bizi eləsin. Əzizlər, mövzu ki mən sizinlə istəyirəm ortalığa qoyam. Mövzunun adı kimlik və yalavacılıqdır. Ya nübüvvə, hüviyyət və nübüvvətdir adı. Demək olar ki, istəyirəm bu sorğunu, bu sualı sizinlə ortalığa qoyam ki, nübüvvətlə hüviyyətin nə ilgisi ola bilər, nə münasibət ola bilər. O əsasda siz görürsünüz ki, hər halda bir Peyğəmbəri ya həman Türklər ki adına yalavac deyirlər, o Allah tərəfindən seçilir, bizim içimizə gəlir, bir çağırış verir, amma özündə də bir qabiliyyətləri olur. Hər halda bu adam zəhmətləri çəkir, çöllərdə təəmmüllər eləyir, təfəkkürlər eləyir, somtular eləyir, yəni sukutlar keçidir, aləmə heyrətlə baxır. Nəhayətdə belə bir fəzl, belə bir kəramət Allah tərəfindən Həzrəti Muhammədə sallallahu aleyhi və səlləmə verilir. Peyğəmbər demək olar ən birincisi öz varlığını, öz kimliyini kəşf edir. Selamun aleyküm. Öz varlığını, öz kimliyini kəşf edəndən sonra belə bir töhfə, belə bir hədiyyə Allah tərəfindən buna verilir. Və Allah da özü buyurur ki, Zalikə fəzlullah yutihi mən yəşa. Bu bir dənə fəzlidir, yəni hər kimə verilməz. O istədiyimiz insanlara bu verilər. Peyğəmbər də onu o qabiliyyəti də özündə yaratdı. Yəni o axtarış ki var idi bunda, o tələb ki Mevlana deyirdi, o hissi ki bunda var idi ki bir şeyi axtarmalıyam mən. İn tələbkari, Məsnəvidə var da, in tələbkari mübarək cünbeş ist. İn tələb در راه حق mane kuş ist. Bu axtarış çox kutsal bir tərpənişdir. Bu axtarış çox bir mübarək bir tərpənişdir. Bu axtarışdır ki, demək olar əngəl öldürəndir, manilə qabaqdan götürəndir.
və Peyğəmbər öz yaşayışında bu tələbkarlığı, bu istəkliyi bütün o aləmdən və mavərai aləmdən var idi. Yəni bu qabiliyyətə çatdı ki, o failiyyət ki, nübüvvətidir, gəldi bunun bütün canında əyləşdi. Və buna dedilər ki, oxu cünən sən. Dedi, mən oxuyanmanam. Dedi, yox, oxu sən. Allahın adı ilə indi bu ləhzədən bu yana, bu andan bu yana sən oxuya bilərsən, oxu cünən. Peyğəmbər dağdan ki, yenir gəlir aşağıya, gəlir Məkkiyə sarı, baxır, görür ki, bununla yaşadığı o ərəblər kimliklərini azdıran bir insanlar olublar. Fərqli krizlərlə ya bohranlarla bunlar yaşayırlar. Yəni Peyğəmbərin demək olar bir dənə böyüklərin görəvi, böyüklərin risaləti bu idi ki, bu ərəblərə öz kimliklərini tanıtdırsın. Öz hoviyyətlərini bunlara tanıtdırsın ki, siz kimsiz, hardan qalxıbsınız, hara getməlisiniz və nə etməlisiniz. Bu oyanış demək olar Peyğəmbərin böyük görəvi idi ki, o dağdan yenir gəlir aşağıya bu ərəblərə neynəsin, versin. Ona görə bu cüzveyi ki, mən məhzərinizə təqdim elədim, o cüzviyə siz baxsaz, onun baş tərəfində Nəhcül Bəlağədən bir xutbəni mən gətirmişəm. Nəhcül Bəlağənin ikinci xutbəsinin bir hissəsidir gətirmişəm. Niyə bunu gətirmişəm? Buna görə ki, hər halda Həzrət Əli ən yaxın insanlardan birisi olubdur bizim Peyğəmbərə. Ən birinci insan olubdur kişilərin içindəki Peyğəmbərə iman gətiribdir. Hər yerdə demək olar bunun yanında olubdur. Özü Nəhcül Bəlağədə deyil, mən vəhyin səsini eşidirdim. Gəlirdi orada. Xub, bu əsasda Həzrət Əli kiçik bir insan olmayıbdır. Cordaq o Nedai Savtul Bəşəriyyə kitabındakı yazıbdır. Gedin baxın, görün ki, bir dənə Kristiyan, bir dənə Məsihi bir insan Həzrət Əlinin barəsində nə yazıbdır? Nedai Ədalət-i Bəşəri. Bu kitabla əslən Cordaqın dünyası dəyişildi. Bütün dünya buna baxdılar. İşim yox. İndi gəlirik burada, bu xutbədə siz baxın, görün, nə o kimlik ki, çaşıbdır ərəblər, Həzrət Əli onu nə cür sizə vəsf edir, nə cür onu açıqlayır və Peyğəmbər nə cür eləməlidir ki, bunu təbçövr eləsin və bunu dəyişsin, o durumu neynəsin, dəyişsin. Baxın, belə başlayır. Və əşhədü ənə Muhammədən əbduhu və rəsuluh. Muhammədin Allaha əbd olmasına, onun elçisi olmasına şəhadət verirəm. Hamı tapdı da, gördünüz də. Başladı. Ərsələhu bedinil məşhur. Allah onu açıq, aydın din ilə göndərdi. Yaxçı, məşhur tanınmış. Vəl-ələmil məsur. Tanınmış damğalar ilə, tanınmış əlamətlər ilə. Məsur, yəni tanınmış. Ələm də nədir? Bayraq, damğa, nişanə, əlamət. Vəl-kitabil məstur. Yazılmış kitab ilə. Vən-nur-i-sati. Yayılmış nur ilə. Vəz-ziya-il-lami. Parlaq işıq ilə. Vəl-əmr-i-sadi. Kəskin buyruq ilə. Nur ilə. Kəskin nur ilə. Sati. Əmr-i-sadi. Sadə yəni kəskin. Əmr də yəni buyruq. Buyruq. Kəskin buyruq. İzahətən li-şübəhat. Bunları ki, bir belə Peyğəmbər mücəhəz oldu bunlara, bir belə şeylər özü ilə ki, gətirirdi. Gəldi neynəsin? İzahətən li-şübəhat. Quşquları, şəkkiləri, şübhələri aradan götürsün. Allah var ya yox, bir dənədir, neçə dənədir. Botu pərəstiş eləyək ya onu, Kəbədə ticarət eləyək ya Allah yoluna gələk. Quşqular var ərəblərin içində. İzahətən li-şübəhat. İhticacən bil-bəyyinat. İnsanlara aydın dəlillərlə, kanıtlarla hüccət gətirdi. Bəyyinat yəni aydın,
açıq kanıt, dəlil. Təhzirən bil ayat, yaxşı, ayələr ilə istədi oyatsın. Təxfifən bil məsulat, yaxşı, məsulat yəni o çəkdiyi əzabları ki, nişanə halında qalıblar, onlardan onları qorxutdu. Tarixdə bir para şeylər görübsüz, təcrübələrdən gəlmişəm sizi qorxudam, görəsiz ki, Adu, Samudu, bunların başlarına nə oyunlar gəlibdir. Təxfifən bil məsulat. Xub, bu zaman ki gəldi və nasu fi fitənin, bütün ərəblər fitnələrin içində idilər. İncəzəmə fiyha həbluddin, diyanətin ipi, sapı qırılmışdı, çürümüşdü əslən orada. Həbluddin. Və təzəzəət səvariyəl yəqin. Yəqinin səvari yəni dəstəklər, dayanacaqlar. Yəqinin dayanacaqları təzəzəət, titrəmişdi. Bunların içində yəqin yoxdur, bir yerə dayanarlar. Vəxtələfən nəcr. Nəcr orada mənasını yazmışam sizə. Yəni kök. Nəccar kələməsi bundandır. Nəccar yəni ağacın kökünü yontuyur. Bir şey eləyir, yaxşı. Kök itmişdir. Kökdə bunlar ixtilaflı idilər, fərqli idilər. Kökümüz hara gedir? Kök nədir əslən? Biz hardan kökümüzü almalıyıq? Görürsünüz də, hoviyyət, burada o kimlik ki gəlir ki, biz bəhs açmışıq. İxtələfən nəcr çox açıq, aydın ona neyini işarət edir. Və təşəddətət əl-əmr. Buyuruq nə mənə idi? Yerinə getmirdi. Hərə bir tərəfdən özünü əmirci, hərə bir tərəfdən fərman sahibi idilər. Təşəddüd var idi bunların içində. Xub, və zaqəl məxrəc. Qurtuluş yoxdur. Məxrəc yəni qurtuluş. O yerdən ki, çıxasan eşiyə. Ora daralmışdı. Qurtuluş yerindən çətin insanlar çıxa bilirdi eşiyə. Çox bir gen, bir fəza yoxdur ki, oradan hamı çıxsın. Təh eləyə bilirdi oradan qurtulsunlar. Və əmiyəl məstər, yaxçı, məstər həman o gənə ilə qaynaqlanan yer, həman o kök yer, o yerdən ki, mərifətlər qaynaqlanır, orada kör olmuşdur. O yerdən ki, mərifətlər bunlar götürəcəklər, əmiyə, oma, yəni körlük. Xob, bir yol, fəlhuda xamil, xamil yəni gənə kör, hidayət kör idi, vəl-əma şamil və bu körlük hər yanı almışdır, hər yanı götürmüşdür. O siyər rəhman, Allaha boyun əymirdilər və nusirə şeytan, şeytan yardım olurdu burada. Yəni şeytanı düşüncədir, şeytandan məqsəd şeytanı düşüncələr, o ki şər düşüncələr daşıyırlar, onlar yardım olurdular. Xozələl iman, iman zəlil olurdu. Fənharət dəaimu, imanın dayanacaqları dəaim dəimədir. Dəm yəni dayanmaq, sütunlar. İmanın dayanacaqları dağılmışdı. Fənharət dağılmışdı. Tənəkkərət məalimu, məalim həman ələmdən gəldi də. Onun damğaları, əlamətləri tanımamazlığa qoyulmuşdu. Yəni əslən istəmirdilər imanın damğalarına bunlar gedələr, ağniyalar, uğraşalar, yetişələr. İstəmirdilər əslən görsünlər, bu imanın bayrağıdır. Və dərəsət sobolu, imanın yolları xarablanmışdı. Dərəsət yəni xarablanmaq. Mundəris bundan gəlir. Və əfət şuruku, şuruk da elə sobol mənasındadır. Yəni caddələr. Caddələr məhv olmuşdu, itmişdi. İz yoxdur tapasan yolları. Əfət diyaru, ərəbin şeirlərində var, çox başlayırlar. Yəni məhv olmuşdu, əsər yoxdur, iz yoxdur. Əta o şeytan, şeytandan itaat edirdilər. Sələku məsalikəhu, onun gedən yollarını gedirdilər. Vərədu mənahilə behim, şeytan içdiyi yerdən doyana qədər su içirdilər. Mənahil o yerdən ki, davar gedər, oradan su içər. Mənhəl, yaxçı, ora deyir. Yəni, o yerdən ki, şeytan su içirdi, bunlar gedirdilər, oradan su içirdilər. Sarət ə'lamuhu, beləliklə,
şeytanın damğaları olurdular. Bunlar keçdilər oldular şeytanın öz əlamətləri. Da şeytan dedi ki, mənim dostum var da, lazım deyil, mən ayrı yerə gedəm orada. Və qamə livauhu fi fitənin. Fitnələrdə onun bayrağını dalğalandırdılar bunlar. Liva yəni həmin bayraq, pərçəm. Dasəthum bi əxfafəha. Fitnələr adamları ayağının altında əzirdi. Dasət üstə dedikdə, yəni əzmək. Əxfaf da xoffudan tutulur, yəni ayağın altı. Və təət bi əzlafəha. Dırnaq, əzlaf, zolf, dırnaq mənisində. Dırnaqlarında bunları deşirdi. Yaxçı, o fitnələr dırnaqları ilə bunları deşirdilər, leh eləyirdilər, əzirdilər. Qamət əla sənabikiha. Sənabiç də yəni ayaq gənə. Amma fitnələr öz ayağı üstündə qalxmışdılar, durmuşdular. Bunları əzib durmuşdular bundan, bu adamların, ərəblərin üstündə. Yəni o ki, görürdün, bütün bu coğrafiyanın içində nə var idi? Bu fitnələr, azğınlıq, o kimliyi tapmamaqlıqdır bu ərəblərin içində. İndi özü də gətirir. Fəhum fiha taihun. Bu ərəblər onların içində gicdilər. Taih, ət-taih bir dənə kitabdır, Xəlil Cübrandan. Mən tərcümə eləmişəm, ayət də zəhmətini çəkib, viraj edib. Taih yəni gic, mənc, heyrətdə qalan, təvəhədən tutulur. Xob, haihun, heyrətdə idilər. Cahilun, bilmirdilər, əxlaqsız yaşaydılar. Cəhl Peyğəmbərdən qabaq, yəni əxlaqsız yaşamaq, bilməmək mənisini çox daşımır. Məftunun, aldanmışdılar. Fitnələrə bunlar aldanmışlar, məftunun, yəni fitnələrin içinə girmişdilər. Xub, bura çox gözəldir. Bunlar kimidirlər? Fi xeyri darin. Axı, bunlar ən gözəl yerdə yaşayırdılar. Allahın evi vardı orada. İbrahim gəlmişdi, Allahın evini qurmuşdu orada. Fi xeyri darin, ən gözəl yerdəydilər. Və şərri ciran. Amma bunların ən pis, kötü qonşuları vardı. Kötü qonşular. Ümumiyyətlə qonşular əhl-ül forsudur da, Nəhcü Bəlağada, yəni farslar deyirlər. Sasanilər çox pis qonşu olmuşlar ərəblərə. Yəni, hey bunlara nə edilər? Həmlə apardılar, hey bunlar içində hakim qoydular, hey bunlar əzirdilər, hey bunlar təhqir elədilər. Fi şərri ciran. Nəhcü Bəlağada bunu gətirir. Novmuhum suhud. Elə olmuşdu ki, bu ərəblərin yatmaqları oyaq qalmaq olmuşdu. Nə gözəl təbirdən istifadə edir. Paradoksikaldır. Yatmağım fəqət oyaq qalmaq olubdur. Nəvm yatmaq, suhud yəni oyaq qalmaq. Yatmaqları oyaq qalmaq olub. Kohluhum dumu, gözlərinə sürmə çəkməkləri fəqət gözlərinin yaşı olubdur. Koh yəni sürmə. Dumu yəni göz yaşı, ağlamaq. Kohluhum dumu, gözlərinin sürmələri ağlamağı idi. Bərzən alimha mulcəm. Bunlar bir yerdə yaşayırdılar ki, alimlərin ağzına licam vurulmuşdur. Alimlərin, bilgə, alim insanların ağzı bağlanmışdır. Alimlər dinməyə haqqıları yoxdur. Onlar ki, bir qıssaca mərifət və bilim daşıyırdılar, onların ağzına zip çəkmişdilər. Bərzən alimha mulcəm və cahiluha mukrəm ya mükərrəm. Cahil insanlar kəramətdə vardılar, üst tutmuşlar, baş tutmuşlar. O ki, Mevlana deydi, əhməqan sərvər şudəstənd o zebim, ağılan sərha keşidəndər gelim. Bu xutbədən alıbdı Mevlana. Yaxçı, yəni, o həman Peyğəmbərdən öncə, yəni o cahiliyyət dövrəsində yaşayan ərəblərin vəsfi idi ki, bu xutbədə neynədir? Cəddir. Xub, əzizlər, siz baxsaz, Peyğəmbərin burada bir dənə ağır yükü vardı. Ağır yük vardı. Yəni, bütün bu düşüncəni dəyişməlidir. Ərəblərə öz kimliklərini qaytarmalıdır. Yəni, nübüvvətin elə mənisi budur. Nübüvvət budur. Nübüvvət, yəni sən öz kimliyini ələ gətirməlisən. Mən bunu hardan ələ gətirmişəm? Hardan bu düşüncəyə yetişmişəm? İcazə versəz, onu mən Qur'andan da sizə bir dənə örnək verim sizə.
Quranla əvvəl girməmişdən öncə siz baxırsınız, görürsünüz ki, Peyğəmbər yəni gəldikcə buna yanaşanlar o insanlar olurlar ki, hər şeyindən keçirlər, yəni varlıqlarından. Birinci insan ki, bütün varlığından geçir, Həzrəti Xədicədir. Bunun öz xanımıdır. Yəni, bütün varlığını, sərvətini qoyur Peyğəmbərin ixtiyarına. Ondan sonra buna Peyğəmbərə qoşulanlar çox olurlar da. O, Əmmardan tut, Yasirdən tut, Suməyyədən tut, Əbu Zər, Xud Həzrət Əliyin özü filan gəlirlər, dövrə yəni dolur. Yəni, o fədai insanlar ki, bunu karizmatik bunun şəxsiyyətini qəbul edirlər, bunun dövrəsində olurlar. Öz kimliklərini onun kimliyində tərifləyirlər. Öz kimliklərini. Peyğəmbər daxı gəlir, yeni söhbətlər edir bunlar. Cəhər deyir ki, Əl-ilmu vacibun ələ kulli muslimin və muslimətin. Elmin dalısıca getmək həm kişi müsəlmana, həm xanım müsəlmana vacibdir. O yerdə ki, bir xanımları qoymurdular getsin əslən təhsilə, bir dövrədəyik, bir devrandayıq ki, oradakı xanımlar ersidən məhrumdular. Bilirsiniz, İslam ən birinci şey olur ki, gəlir xanımlara ers gətirir. Deyir ki, siz ers apara bilərsiniz, yəni ersidən haqqınız var. Quran özü təvsif edir ki, var ayələrində ayətdə köməklik eləyər. Orada deyir ki, elə bunlara xəbər verirdi, sizin qız uşağınız olubdu, bundan rəhlə atırdı. Bu rəhləri bozarırdı, deyirdi, bizim niyə oğlan uşağımız olmadı? Peyğəmbər gəldi, bütün bu məfkurəni dəyişdi. Yəni, gəldi, o qədər izzət verdi, hörmət verdi, xanıma, işləyənə, o ictimai, toplumsal təbəqatı vurdu bir-birinə və gəldi bunlara nə dedi? Maidədə 105-ci ayəsini mən çıxartmışam. Maidə surəsində. Ya əyyuhəl-ləzinə amənu. Ey möminlər, ey iman gətirənlər. Ələykum ənfusakum. Ələykum ənfusakum, yəni özünüzü tapın. Ənfus özünüz da, öz vücudunuz da. Ələykum da ismi feilidir ərəbidə, yəni əmrisi vardır, sizə düşən. Məsələn, müasir ərəbidə bir dən deyərlər, ələykum bir riyada, yəni get vərziş eləcinə, get idman eləcinə, yəni bayət məni, yəcibu əla mənisində. Ələykum ənfusakum, yəni ən birinci gedin özünüzü tap. Bu tapbağa mən gəlmişəm, siz özünüzü itiribsiz də. O əqlaniyyəti ərəb, ya ərəb əqlaniyyəti düz yola yönəlmirdi. Mən onu istəyirəm yönəldən düz yola. Siz o əqlaniyyətinizi tapmalısınız. Sizin bu əqlaniyyətə bir para vəznələr bağlanıbdır, ağır şeylər. Bunlar uçanmırlar. Mən onları aram-aram neynirəm? Açıram. Liyəsiru dəfainə uqulən nas. Nəhcü bəlağən ariyeyindədir. Xub, amma mən bu işləri gətirəm, bunlar gətirəm ki, sizin yükünüzü azaldama. Bir də fikir eləməyəsiniz, bunlar sizə yükdülər. Bəzilər gedirdi buradan tərsə düşünürdülər. Məsələn, Peyğəmbər deyirdi, getin, 2 rükət namaz qılın. Tərəf geydi, otururdu birdən, sübdən axşama kimi oturub namaz qılırdı, işdən, gücdən, ailədən, hər şeydən qalırdı. Deyirdi, baba, mən sizdən bunları deməmişəm ki. Bütün mənim o risalət, o görəv ki, burada vardı, bu idi ki, sizin çiyninizdən o yükü mən neyniyəm, götürəm. Ma ənzəlna ələykəl Qur'anə litəşqa. Mən əslən Qur'anı gətirmişəm, siz məşəqqətə düşməyəsiniz. Hər yerdə siz məşəqqətə düşdünüz, bilin ki, dini tərsəsinə sizə başa salıblar. Əgər siz din düşüncəsindən zəhmətə qatlanırsınız, əgər məşəqqətə çönürsünüz, bilin ki, o qıftı tərsəsinə çöndərdir. Tərsə düşüncələr sizə verirlər, tərsə düşüncələr bağışlayırlar. Çün o din və İslam gəlirdi sizə uçmağı öyrətsin. Siz bununla imana sahib olacaqdınız. Siz öz kimliyinizi ələ gətirə biləcəydiniz ki, rahatlar eləyə bilərsiniz, uçarsınız. Nəinki qorqanatınızda sına qalarsınız bir yerdə. Bu tərsəsinə olubdur bu iş. Xob, əzizlər, Peyğəmbərin bu işi bais oldu səbəbkarlığa ki, bizim bütün alimlərimiz, bütün ariflərimiz, yəni Peyğəmbəri özünə bir dənə örnək verdilər. Yəni siz baxarsınız, görərsiniz, ariflərimizə baxın, Türk dünyasında baxın, Ərəb dünyasında baxın, Fars dünyasında da baxsaz, görürsünüz ki, bunlar hamısı hörmət ilə Peyğəmbərə yanaşıblar.
elə Əttardan, Səna'idən, Nizamidən, Xaqanidən, Yunus Əmrədən, Mövlanadan, Yusif Balasağunludan, Xanidan Tərməzdən, Pir Türkistandan, bunların hamısını saysan ən birincisi gəlirlər Peyğəmbərə qutb unvanında deyirlər. Qutb yəni qutb ıldızı ki deyirlər, həmən ulduzu ki deyirlər. Bizdə o yaşam ağacını çəkirlər, yetişir o qutb ulduzuna. Qutb ulduzu yəni hidayət üçündür də, yəni yolu çaşmayasan. Təkcə ulduzdur ki, yaxındır, işıqdır, yolu neyini bizə göstərir. Onlar gəlirlər Peyğəmbərə deyirlər qutb, qutb şir o سید کردن کار او باقیان این خلق باقی خار او. Mövlana Məsnəvidə gətirir. Yaxşı. Xoş. Mən istəyirəm ki, buradan neçə dənə sizə örnək verəm. Bir dənəsi bizim o Qutadğubilik kitabındadır. Yusif Balasağunlu bizim həman milli hikmətimizi açan o kitabdadır ki, deməklər 4-cü yüzildə o zaman ki, məsələn Qəzzali 40 il 50 il ondan sonra gəlir, İbn Sina 40 il 50 il ondan sonra gəlir. Yusif Balasağunlu bir kitab yazır, Qutadğubilik Səadətnamə adında 2 cildidə 6645 beytidə. Orada Uyğur türkcəsindədir o. Orada Peyğəmbərdən neyniyir? Yad eləyir. Məsələn orada deyir ki, xalqin ən seçilmişi adamlarından yaxşısı sevgili Peyğəmbəri Rəbbim göndərdi. Bu 1100 il təqribən demək olar bundan öncə ən birinci hikmətdir Türk dünyasında ki, Peyğəmbərlə bağlı yazılır. Qaranlıq gecədə o xalq üçün məşəl idi. Ətrafa işıq saçdı, səni də nura boyatdı. O Tanrının sənə göndərdiyi dəvətçidir. Onun sayəsində doğru yola girdin, ey qəhrəman. O atasını, anasını fəda etdi. Yeganə diləyi, yəni istəyi ümməti idi. Ona yol göstərdi. Mən onun yoluna könüldən bağlandım. Bütün dediklərinə inandım, sözünü tuttum. Bu Yusif Balasağunludan ya Yusif Xorasanlıdan Qutadğubilik kitabında bizim Peyğəmbərlə bağlı nədir gəlibdir. İkinci Arif ki istəyirəm ondan sizə örnək verəm, İmaduddin Nəsimidir ki sizin cüzvəzdə gəlibdir. Xutbədən aşağıda da görürsünüz. Oldu? Çoxlu qəzəllər vardı. Mən birini seçdim Peyğəmbərlə bağlı. Boyundur, boyun. Boyun yəni qamətində, qəddin, qamətin. Boyundur, sedre və tuba. Bunlar o ağaçlardır da, beheşt, cənnət. Boyundur, sedre və tuba. Dodağın ab-ı heyvandır. Yəni həyat suyu sənin dodağından qaynaqlanır. Danışdıqca həyat bağışlayırsan, ölümə gəlməyibsən, həyata gəlibsən. Ənin mahiyyət, ənin yəni ağlayan, nalə sızıllayan, özünü əzən, heç eləyən, təhqir eləyən. Ənin mahiyyət yəni həman irfan, farsi, şubi, məcusi, hindidir ki, Nəsimi burada gətirir. Ənin mahiyyət zoğun nə bilsin, ol ki heyvandır. Axı o ki mahiyyətini əzdi, heç elədi, təhqir elədi nəfsini, bu sənin nə biləcəkdir, səni nə tanıya bilər? Bu elə heyvandır da, bu insanda ki, insan mütəali yaşayar, nəfsini təali verər. Xoş. Üzün inna fətəhnadır. İnna fətəhna ləkə fətən mubina. Yüzün inna fətəhnadır. Təbarək, burada rı düşübdür. Təbarək şə'ninə munzəl. Yaxçı, o şə'ni ki varındır, mübarək, ona nə mənədir? Munzəldir, yəni nazil oldu. Bu vəchi əhsən-i surət bilənlər əhl-i irfandır. Onlar ki arifdilər, bunu bilməlidirlər, sənin üzündə fətəhna görməlidirlər.
بعد مولانا gətirir də, deyir ki در گشاد عقده ها تو خاتمی در جهان روح بخشان تو خاتمی. Mevlana deyir peyğəmbər əslən gəlmişə düyününə aşmağa. Ərəblər keçmişlər bir düyünün içinə. Gəldi o düyündən neynəsin? Aşdın. Həst işarat Muhammed el-Murad kol quşadəndər quşadəndər quşad. Şimdi Məsnəvinin bir yeni. Bütün fəthidir, bütün açılıqdır. Hər yerdə bağlantı gördük ki, yəni bir dənə bombast bağlantı gördük. Biz bilək ki, orada dindən bir tərsə düşüncə verildi bizə. Bağlamağa gəlməmişdi. Bu burada aşmağa gəlmişdi. Açıq yer olmalıydı. Hurufi lawh mahfuzun üstə qaldı, bəli. Xəttin ummul kitabidir. Bəyani əhl-i tevhidin. Sənin xəttin ummul kitabdır da, həmən Qur'andır. Yəni o metodolojin, o məsləkin, o yolun hardadırsan? Biz sən yolu hardan tapa bilər? Sən yolu Qur'andan tapa bilər. Biri durdu ayağa dedi, Peyğəmbər belədi, o biri dedi, belədi. O bizim dərdimizə dəyməz ki, bizə bir kitab qoyub da. Bir dənə kitabı qoyub ki, bütün firqələrin içində burada sabitdir. Yəni, burada inraf yoxdur. Baxmayın Tovrata, hər firqiyə girəsən biri bir cür oxuyur. Baxmayın Məsihiyyətə, İncilə girəsiz, çeşitli İncillər vardır. Bu kitab bir dənə fərqli kitabdır. Burada ixtilaf yoxdur. Siz elə təsənnün dünyasına da baxsaz, Qur'an həmən, Şiəyə də baxsaz, İsmailiyyə də baxsaz, bütün firqələrin içinə baxırsınız. Təhcə oxumaqlarında şayət bir tedadı Maliki Məlik oxusun məsələn. Orada bir cüzü, o da qəraətdir. Xob. Xəttin ummul kitabidir. Bəyani əhl-i tevhidin. Hurufi lawh mahfuzun musavvar şərh Furqandır. Furqan həmən Qur'andır. Qur'anı şərh eləyəndə o lawh mahfuz çıxır eşiyə ki, orada nə mənə vardır. Ruxun gülzarına qarşı qızardı məğribin rəngi. Ruxun gülzarına qarşı qızardı məğribin rəngi. Xob, batı dünyasında səni istəmirdilər. Sən ki bir günəş kimi parlaqladın, onların rəngi deyil qızardı. Tulu-i məşriqin rəngi nəsimi əmbərəfşandır. Şərq dünyasının rəngi açıldı. Eyni açıldı əslən sən oradan çıxdın eşiyə. Hədis-i qovhərəfşanın həqiqətdir. Nəhayətsiz sənin sözlərin gerçəkdir. Bunun dibi yoxdur. Nəhayəti yoxdur. Tərki yoxdur. Uquli əhl-i irfanın onun hərfində heyrandır. Əhl-i irfanın ağılları onun təhcə hərflərində bunlar heyrandırlar. Axı Nəsimi özü hurufiyyədəndirlər. Bunlar bu hərflərin üstündə çox işləyidilər. Ki bir dənə hərfin məsələn tahada t nə mənisindədir? Hansı ədədi daşıyır? Ədəddə çıxaldırdılar, il çıxaldırdılar, vaqiə çıxaldırdılar onun içində. Bəzilərində pişqulluq edirdilər bunlar. Bəziləri olurdu elə. Nəsimi üçün səni gördü, münezzəh oldu aləmdən. Gördü, yəni o məna görüşüdür da, yəni o zahir görüşü dər. Səni gördü, münezzəh oldu aləmdən. Gözündə surət-i rəhman, dilində zikr-i subhandır. Dilində zikr-i subhandır. Mürəttəb zikr edir. Axı zikr, fikri işə salır da, zikr aurət, fikr ra dar ehtizaz, zikr ra xurşid-in əfsurdesaz. Mevlana deyir, hər yerdə fikriniz dayandı, aramcana oturun bir zikr eləyin. Neçə dənə bir zikri deyin. Yavaş-yavaş o zikr sizin o fikrinizi də nədir? İşə salacaqdır. Xob, bu Nəsimidənidir. İndi gələk Fuzulidən. Fuzulidən Aid Ötür Nəcəfi qəzəllərini qəşə şərh eləyibdir. Bu kitabı da 2 cildidə mənə təqdim eləyibdir. Mən elə istəyirəm onun o kitabından sizə 7-ci qəzəli oxuyam. Ki sizdə də vardı. Yox, axırda pəzira eləyin. Hə? Lap axırda. İndi onlar yesələr mənim sözümə qulaq asmazlar. Ey olub mi'rac-i burhan, ey olub mi'rac, dayanacaq. Ey olub mi'rac, burhan-i
علو شان سنا. Sana yəni sənə. Bu o əlif şeirə görə gətiribdir. Yəni ey ki Mirac sənin şəninin olovuna bir dənə böyük bürhandır, dəlildir. Baxçı. Yerə ənmiş göydən istiqbal edib Furqan səna. Yaxşı. Yəni o Quran nə mənadır? Sənin sənə istiqbaldır da, peşvazıva gəlibdir. Əhsən. Hin dəvai nübüvvət müddəi ilzaminə. Yəni vaxtı ki sən nübüvvət eyləm elədin, müddəilər gəldilər, dedilər bu nədir? İstəyirsən sabit eləyəsən onlara, yaxşı. Cahil ikən el sənin elmin yetər burhan səna. Cahillərə sən elə elmin kifayət elər də. Onlar sənin qapağında danışa bilənməyəcəklər ki. Yaxşı, elə bu danışıqla sən onları yıxacaqsan. Yaxşı. Kelki hökmün çəhdi hərf sair ədyanə xət. Hökmü qələmi digər ədyanların bir xət çəkdi. Hökm isbat etdi. Nəfyi sair ədyan sənə. O digər dinləri sən bununla neynədin? Nəfy elədin. Baqi mücüz nə hacət? Din-i haqq isbatına. Daha bu din-i haqqın isbatına digər möcüzələrə nə ehtiyac var? Nə ehtiyac? Aləm içrə möcüz baqi yetər Qur'an səna. Bu aləm içində sənə möcüzə elə bu Qur'an kifayət elər, yetər. Ta ki Cibril əmin etmiş qəbul xidmətin, sirr haqqın kəşfinə onla yetib fərman sənə. Yetib yəni yetişib. Yetişibdir fərman sənə. Sən ol xatəm ki rəf etmiş tamam hakimi. Bütün hakimləri, hakimiyyətlərin Qərb, Batı dünyasında Rum imperatorluğunu, Şərq, Doğu dünyasında Soson ittihadiyyələrini, hakimiyyətlərini, onların dizlərini sən yerə vurdun. Xatəm-i hükmi xatim bunu oxuyaq. Xatim-i hükmi risalət tapşırıq doğuran səna. O ki xətmi veribdir, yəni Allah. Yəni nübüvvəti xətmi verən bu risalət hökmünü bu doğranda sənə tapşırdı. Ol can oxudum onu. Oxudum. Sirr haqqın kəşfinə onla yetib fərman sənə. Yəni o haqqın sırrını kəşf eləmək üçün sənə Cibril bu fərmanı yetirib deyir. O qədər zövq şəfaət cövhər zatında var. Nə mənə? Cövhər zatında, bə eyni. O qədər zövq şəfaət cövhər zatında var. Kim gəlir ərz-i xəta mənidə. O mənidə, o nöqtələr o yan bir düşür. Kim gəlir ərz-i xəta mənidə bir ehsan sənə. Yəni çox gözəl beyti də. Deyə axı sən ki adıyı qoyursan Şəfii. Şəfiin mənası budur ki biz yək günahkar olaq da. Biz yək günah eləyək ki sən şəfaətdən bəhrə aparasan. Biz günah eləməsə sən şəfaəti harda işlədəcəksən? Yaxşı, biz xəta eləməyək, sən şəfaəti harda işlədə bilərsən? Elə qalacaq oldu, ötbasır qalacaqdır. Kim gəlir ərz-i xəta mənidə bir ehsan sənə. Sənə bir ehsan düşür. Sən ehsan bacasını onda açırsan. Yoxsa biz xəta eləməyək, sənin ehsan bacanda qıfıllanacaq, kəramət bacanda, şəfaət bacanda, bunlar hamısı qıfıllanacaq, bağlanacaqdır. Mah-i nodur, yoxsa sən qıldıqda seyr-i asman, qaldırıb barmaq, gətirmiş asman, iman sənə. O da ki, Peyğəmbərin bir möcüzəsidir da, demək olar enşəqqəl qəmər da. Mah-i nodur, yoxsa sən qıldıqda seyr-i asman. Xob?
Ya Nəbi, lütfün Fuzulidən kəm etmə ol zaman. Kim olur təslim miftahi dəri qufran sənə? Nəsimi o adamdır ki, sənin nədir? Sənin qufran qapı var. Fuzuli o adamdır ki, sənin qufran qapıva gəlibdir, təslim olubdur. Yapışıbdır sənin qufran və bağışlayan qapından. Xoş, indi Fuzulidən də keçirik, gələcək kimə? Həzrəti Xudavəndqar Mevlana Cəlaluddinə görək ki, yalavacılıqla kimliyin nisbətində Mevlana bizə necə gözəl bir nağılla bizi başa salır ki, elə Peyğəmbər gəlmişdi sizin kimliyinizi özünüzə qaytarsın. Sizə desin ki, özünüzdən bir soruşun, görün ki, siz axı kimsiz? Siz kimsiz? Səd hezaran fəsl danet az ulum, can xud ra mi nedanet an zəlum. Hər cürə şeyləri bilir, amma öz kimliyini, öz vücudunu, varlığını bilmir. Bu nağıl ikinci dəftərdən. Əzizlər, bu kitab ki, gətirmişəm sizə, bu Üstad Barışmazın kitabıdır. 6 cildidə çıxıblar. Hər dəftər. Yəni, beyt neyniyibdir? Məsnəvini türkçəyə çeviribdir. Aqili bər əsmi aməd səvar. Aqil Peyğəmbərdir. Aqil burada, nağılda, vərəqin dalısına baxarsınız da. Vərəqin dalısıdır. Mən yer olmaq üçün beytiləri ikisini bir xəttə gətirmişəm. Biraz da narın olubdur orada, üzrə baxmayın da. Aqili bər əsmi aməd səvar, در دهان خفته‌ای میرفت مار. Bir tanınmış bir nağıldır. Bir ağacın dibində bir kişi yatır, ağzı açıq qalıbdır. O ilan gəlir girə bunun ağzına. O yatan kişi ərəbdir. Coğrafiyayı Ərəbistandır. Cahiliyyət, ərəbin cahiliyyətidir. Peyğəmbərdən qabaq həman ikinci xutbədir. O yatıbdır orada, o təmsilçidir. Ağız açıqdır. Orada ilan ki gəlir, girir onun ağzına. İlan nədir? İndi deyəcəm sizə. Mən, Allah sizə qismət eləsin. Mən təqribən 14-16 il bundan qabaq mən Məkkədə idim. Getmişdim Məkkiyə. Orada danışqah tərəfindən bizə aparmışdılar. Orada mən oteldə idim. Getdik, ziyarət elədik, gəldik. Ziyarət eləyəndən sonra baxdım, gördüm ki, əslən məndə bir hali, bir dəyişiklikcə ola, bir şey hiss eləyəm yoxdur. Yəni, qəşəh bir otdum, bir razı niyaz elədim. O zaman, indiki zamanımdan ruhiyyəm çox-çox lətifidir, təmizdir. Bir yol, deyim ki, axı mən gəlməmişəm ki, burada bu daşları zadır. Bir şeyləri bizə bir görsək, bir baxaq, görək axı bir nə xəbərlər var. Hələ, şimdi yox ki, o əhvaldan sonra, o təcrübədən sonra mən durdum, gecə 2 yarımzadıdır, otdum bir dənə Peyğəmbərə bir dənə mətləb yazdım. Elə qələmi qoydum, axırda götdüm də, yarım saat çəkdi, 3-4 səhifə. Səd bod, bəli. Adını qoy yadıma salım da. Sonra çap oldu. Saytılan bir dənəsi vurdu onu. Bir misrəsi budur. Ta ki yarəb quy gəştənd ümmətən. Səd bod beşkəst Əhməd در جهان. Səd bod Əhməd beşkəst در جهان. Ta ki yarəb quy gəştənd ümmətən. Bu adı idi. Neçə bod sındırır və bu məsnəvidəndir. Müntə o namənin elə başlanğıcı bundandır. Mən başlamışam. Yox. Sonra yoldaşım vardı, Seda və Sima Karməndidir. Onu aramcana oyatdım. Deyim, durayağa gecək Qarə Həraya. Getdik, gördük, bətərdə orada növbətdədirlər, dururlar. Allah qismət eləsin. O qarın içində təhcə adam yarım eləyə bilər, namaz qılsın. Yəni bir adam ayaq üstə qıla bilər. Bir adam da otluq yerdə duranmaz.
ki mən o tövfiqi tapdım, getdim, orada da namazı qıldım. Pakistanlılar, Əfqanistanlılar oğa gəlmişlər. Suriye'den ordu gəlmişdi. Mesela o zaman danışırlar. Mən ərəbcə bunlara dedim ki, muvazib olun. Burada meymunlar sizin kiflərinizi uğrayacaqlar. Filan o Pakistanlılar gətirmişlər o zaman dağın altında meymun nabi gətirmişdilər. O hacıların kiflərini götürüblər, apardılar orada neyidilər, soğurdular o zaman. Elə mən dediyim kimi üzümü çöndərdim bu tərəfə, gördüm bir dənə meymundan biri bunu neynədi? Qapdı, kifini ilə apardı. Yol, indi cərx bu nağıla. Aqili bər əsmi آمد سوار در دهان خفته میرفت نار. Bir ağıllı gördü ki bir yatmışın ağzına girdi ilan, ovdu əlin. Ansavaran را بدید و می şetaft. Ta rəmanəd mar ra fürsət nəyaft. Qaçdı ki onu qurtarsın, amma fürsət tapanmadı. Tapmadı dov, dov yəni fürsətdə. Tapmadı dov ilanı öldürməyə, yatmışı qəmdən alıb güldürməyə. Çünki az əqləş fəravan بود mədəd çənd dəbbusi qəvi bərxufte zər. Dəbbus yəni qamçı. O Peyğəmbər təcəssüm əql idi, bütün əqlaniyyəti daşıyırdı. Onun əqli çoxdu, o gəldi bunlara bizlərə saçsın, bizlərə bunlara bir qamçı vırsın, desin, durun ayağa, siz yatıbsınız, yaxçı, oyanmalısınız, ilan girirsin ağzınıza, cahiliyyət ilanıdır, alienasyonluqdur, təbəddülədir, həmən o camiə qeyri-fazilə farabidir, həmən zallə, mütəbəddilə, fasiqə, yaxçı, onlardılar ki, sizi fəzilətdən uzaqlaşdırırlar. O ilan odur. Sizin kimliyinizi əlinizdən alır. Sizi gedir içərdə ayrı bir insan eləsin. Məhv eləsin sizi. Xob. Dəbbus yəni qamçı. Şəllaq, taziyanə. Bəli. Var idi xeylək ağıldan çun payı. Başına verdi onun möhkəm yayı. برد او را زخم آن دبوس سخت زو گریزان تا به زیر یک درخت. Qamçılıya bunu apardı bir ağacın altına. Sandı ki şallaqlanır yersiz yerə, qorxudan qaçdı ağaçlıq bir yerə. سیب پوسیده بسی بود ریخته گفت از این خور ey به درد آویخته. Orada qoxmuş almalardan var idi, dedi, tökülmüşdü ora, dedi ki, bundan cəh yiyəsən, buna cəh, bu yeməklərdən yiyəsən, yəni yeni bir düşüncə verir, yeni bir qəza verir. Ərəblərə deyir ki, o zehnlərinizi kapatmalısınız, bağlamalısınız. Biz sizə ayrı bir düşüncə gətirmişik verək, yaxçı. سیب پوسیده بسی بود ریخته گفت از این خور ای به درد آویخته. İstədi atlı kişi ta durmadan qarnını hörsün bütün zay almadan. سیب چندان مرد را در خورد داد کز دهانش باز بیرون میفتاد. O qədər alma verdi ki, almalar ağzından tökülürdü bunun. Axtarırdı gözləri ondan dəlil. Şişdi qarnı almadan sanki təbil. Bir təbil kimin qarnı neynədi? Şişdi. Bang میزد ki əmir axir çera qəsd mən kərdi, çəkərdən mən tora. Qışqırıq bağırıq salırdı ki, axı mən neynəmişəm sən bu işi görsən. Əmirdir da, əmridir. Hökm sürür burada, qabağında danışmaq olmaz. Xob, yalvarırdı mən sənə, nə? Burada yazıb qəsd mən kərdi, nazidicə. Qəsd mən kərdi? To nadidi? Fərqlidir. Bəli, fərqlidir. Mənə elə odur. Yəni, çox mühümmüdür. Mənə həmandır. Qəsd mən kərdi, çəkərdən mən tora. Xob. Elə bir anlamı demək daşıyır. Yalvarırdı mən sənə nə etmişəm? Mən səni harda görüb sinsitmişəm? Bəzi tərcümələr göstər, nə gözəl çıxıblar. Bəziləri. گر تو را ز اصل است با جانم ستیز تیغ زن یک بارگی خونم beriz. Əgər kökündən məndən düşmənçiliyim var, da bir dəfə elə qılıncla vur, mənə boynum geçsin da, mənə bir belə niyə incidirsən, gətirirsən? Canımın qəsdindəsən ki, başımı gəl axıtma, bu sayaq
göz yaşımı. شوم ساعت که شدم بر تو پدید ای خنک آن را که روی تو ندید. Nə nəhsi bir saat idi mən gəldim səni gördüm. Kaş mən sənin heç üzüyü görməyəydim belə. Sataşıbdır kimsəyə ya Rəbb üzüm, baş gözüm şallaqlanır, yoxdur dözüm. Da səbrim, dözümüm qalmadı. Bi cinayət, bi günah, bi biş و kəm, mulhidan caiz ندارند این ستم. Günahsız, cinayətsiz, hətta kafirlər də belə insana zülm eləməzlər ki, bunlar sən mənə zülm eləysən belə. Birini yersiz yerə, yolsuz dəli, bu təhər vurmaz ona, olmaz zəli. میجهد خون از دهانم با سخن یا سخن ey خدا آخر mükafatəş تو کن. Qanınan söz ağzıma gəlir. Allah sən bu əmri mücazat eləcinə, keyfərin vercinə. Ağzımdan daşlanır qanlı köpük, arzısın ya Rəbb onun gəl eylə pük. Pük elə. Hər zaman mi گفت او نفرین نو اوش میزد kəndərin səhra budur. Bu nifrin eliydi, onu vururdu ki qaç. Bu çöldə qaçmalısan. Bu almalar ki yeyibsən. Qovalar şallaq yenişdən yoxquşa, ağzını açmaq həman o qarqışa. O qarqışlayırdı, bu da yenişdən yoxquşa bunu qaçıdırdı çöldə. زخم دبوس و سواری همچو باد می دوید و باز در رو می فتاد. Hey ağzı üstə bu düşürdü yerə. Hey bu onu qaçıdırdı, ağzı üstə düşürdü yerə. Endirirdi qamçı atlı durmadan, qoymayırdı o dayansın bircə an dayanmırdı. ممتلی و خوابناک و سست بود پای و رویش 100,000 زخم شد. Yaxşı, da süsləşdi, yuxulaşdı, ağırlaşdı bədəni. Ondan sonra yüzlər, minlər qışqolunda yaralar oldu. O qaçır, dolmuş, qarın nıqqıldayır, üz gözün sancır, tikan, çaqqır yayır, yarır. Çaqqır nə deməkdir? Çaqqır yarır. Çaqqır yarır. Çaqqır fikirəm o para o yaralar o ki belə gəlir, yekəlir, şişir, onun yaran üstündən vurur. Çaqqıra bir cəhət baxaq. Hə. Çangır var. Çangır var. Ehtimalən o daşlar. Daşlar kimi yıkılır. Sahildən bir çıxır. Olar bəlkə. تا شبانگه می کشید و می گشاد تا ز صفرا قی شدن بر وی فشاد. بر وی فتاد. Axşama kimi bunu çəkdi, apardı, ta neynədi bu, çalxaladı bu, başladı qusmağa. Atlı gəzdirdi onu xeylə dodu, qarnına doldurdular sanki odu. Elə bir od doldurmuşlar qarnına. Zubər آمد خورده ها زشت و نکو مار با آن خورده بیرون جست از او. Bir ləhsə qusan kimi bu ilan neynədi, gəldi işə, gördü. Yediyin əndərdi ta birdən birə, qopdu ağzından ilan düşdü yerə. Çون بدید از خود برون آن مار را سجده آوردان نکو کردار را. Elə ki dey özündən işte bu ilanı gördü, düşdü əlləyağa, o niku kerdara peyğəmbərə deyilən niku kerdara neynədi, səzdə gəldi. İlana düşdü onun ta ki gözü, səcdə qıldı əyridən bildi düzü. سهم آن مار سیاه زشت زفت چون بدید آن دردها از وی برفت. خب زفت یعنی böyük, zəhmili, səhmili. İlanı ta gördü yazlandı qışı, İlanı ta gördü yazlandı qışı, kötəyin çıxdı canından ağrısı. گفت خود تو جبریل رحمتی یا خدایی که ولی نعمتی.
De görək sən Allahın özüsən, ya vəli nemətsən, ya olmuya sən Cebreilsən əslən. Allah tərəfindən bir rəhmətə gəlmişdin. Söylədi sən Cebreilsən, ya vəli, ya mələhsən, Tanrının rəhmət əli. Ey mübarək saati ki didiyəm, murdə budəm, can nو bəxşidiyəm. Qabaqca deydi şum saat, indi burada deydi mübarək saat. Nə gözəl, kutlu bir zamandır, saatdir mən səni gördüm, ölmüşdüm, sən yenidən mənə can bağışladın. Xoş o saatdən ki sən gördün məni, bu yeni can ilə dindirdin məni. تو مرا جویان مثال مادران من گریزان از تو مانند خران. Sən analar kimi məni axtarırdın, mən eşşəklər kimi səndən qaçırdım. Analar tək izləyirdin sən məni, mən qaçırdım səndən eşşək tək. Vəli, gərək qaçmayaydım. Xər qrizəd az xuda. Mevlana'nın yadına düşür ki, eşşək niyəcə sahabından qaçdın? Sahabı niyəcə onun dalısıca getsin? Geyir onun dalısıca onu qurtlardan qutarsın. خر گریزد از خداوند از خری صاحبش در پیز نیکو گوهری. Yaxşı, heydə eşşək sahabından qaçır, xudavənd yəni onun sahabı. Amma onun sahabı gedir onun dalısıca, çünki sahabının zatı yaxçıdır axı. Niyə gedir onun dalısıca? Nəz pey sud و ziyan می جویدش بلکه تا گرگش ندرد یاددش. Canavardan, qurtdan, bu vəhşi heyvanlardan bunu yırtmasınlar. Buna girəcək dalısıca. Yiyəsindən hülküdər eşşəhliyi izləyirkən sahibi çal eşşəyi istəyər dursun ona qurtdan havar. Bu vəli şallaq atar, zoncuqluyar. Bəli, şallaq atar. Şıllaqdır burada, vəzinə görə şallaq gətirib. Bəli, şıllaq atar, zoncuqluyar. ای خنک آن را که بیند روی تو یا در افتد ناگهان در کوی تو. Ey, burada Mevlana'nın öz sözləridir da ki, nə, bəli, ey ki, xoş o adamın halına ki, üzü düşə sənin üzüvə, ya biləsə ayağı düşə sənin kuyivə. Üzünə hər kim sənin gülsən əgər bəxtəvərdir, olacaq daim gülər. ای روان پاک بستوده تو را چند گفتم ژاژ و بیهوده تو را. ای خداوند و شهنشاه و امیر من نگفتم cəhl mən گفتان مگیر. Ona deyir ki, mən nadançılıqdan həmin cahiliyyətçi deyirdi. Həzrət Əli xutbədə gətirmişdi, yəni əxlaqsız yaşamaq, kimsizliklə yaşamaq, hüviyyətsizliklə yaşamaq. Mən ona görə sənə belə qarqış eləyirdim, etiraz eləyirdim. Demədim mən qovuşdu cəhlim məni, demədim mən gövşədi cəhlim məni. Özünə alma onu ey sərvərim. شمه زینهال اگر دانستمی گفتن بیهوده کی تانستمی. بس ثنایت گفتمی ای خوش خصال گر مرا یک رمز می گفتی زهاد. Çox xoşlayardım ki sən mənə bir dənə o rəmzdən mənə deyəsən ki, axı sən niyə məni belə elədin? Lik xamuş kərdəmi aşufti xamuşanə bər sərəm mi kufti. Hey dinmirdin amma mənim başımdan çalırdın. Sən məni lakin döyürdün dinmədən, olmadı aydın mənə illət nədən. Şod sərəm kalivə, əql از سر بجست خاصه این سر را که مغزش کمتر است. کالیوه نه من ادای دیتور مثنویده bəli əhməqdir. Munta kalive mən bir çıxartdım. Kalive ehtimalən bizim o türküdə çalafa xarabə bir yer, yəni o mənisindədir. Mənim zehnim xarab oldu əslən. Bax deyir, şod sərəm kalivə, xarab oldu, o mənisindədir. Xarablandı əslən, da çalafiya çönlərdim da mənim zehnimi.
Yaxşı. Çalaf var. Bəli, çalafa yəni yeri ki, Bəli. qapısı, pəncərəsi yoxdur. Hər kim gəlir ora girib çıxır. Mənim başımı bu cür elədin sən. Bu kələmə o mənasındadır. Mən belə zənn vururam. Əql əsər becəst. Ağıl başdan çıxdı, hər nə mənə girir bu başa. Xassə insan ra ki, məğzəş kəmtər. Xüsusən mənim əslən beynim, kəlləmdə ki, əslən məğz çox azdır. Belə də bir şey sən gördün. Xo'p, yuvasından quş olub qastı huşum, çox danışdım, bilmədim çaşdı huşum. Əf kon ey xub ruy و خوب kar, anca گفتم az cunun əndər guzar. Bunu səfehlikdən saycınan, keşinən mənim günahımdan گفت. Əgər mən گفتمی رمزی از آن زهره تو آب گشتی آن zaman. O ləhzə mən sənə ilandan danışsaydım, ola bilər mi? Sən bir nəfərin digərsən, şəxslə deyəsən ki, sən qanmırsan, sən düşünmürsən. Tərəf qar da tutur adam qabağında. Niyə elə deyirsən? Yavaş-yavaş, aram-aram aparsan, deysən ki, burada belə bir tərsə düşüncə var, burada bir kitab belə cəhl yazıbdır, burada cəhlər Ləhistanda danışadığı cəhl vardı. Ya profesör Yahudlər oturublar orada, hər kim payınnamələ ağır cəhl eləyəndə onlara nömrə verirlər. Ya dünya oturublar buna kitab cəhl eləyirlər. Yavaş-yavaş deyirsən, kitab oxuyursan, bu cəhlidir. Pəs bu kitabdan məlumat ki, nə yapsan, bu tərsədir. Bunu yavaş-yavaş neyəcək? Əvəzləyəcək. Aram-aram sızırsan, aram-aram geysən qabağa. Burada da o deyil. O deyil ki, mən sən birdən deyənməzdim ki, sən ilan giribdir, yaxçı, ağız gözü və beyni və در واقع. گفت اگر گفت من گفتمی رمزی از آن زهره تو آب گشتی آن zaman. گر تو را من گفتمی اوصاف مار ترس از جانت برآوردی دمار. Qorxu sən damarı çıxıldacaqdı. Sənə atsaydım ilandan mən məqal, tapşırardın can, tapanmazdın məcal. Mustafa فرمود اگر گویم به راست شرح آن دشمن که در جان شماست. زهرهای پردلان هم بردرد، نی رود ره، نی غم کاری خورد. خب burada da peyğəmbərdən bir istişad gətirir ki, mən elə həman hüviyyətdir da, həman nübüvvətdir da. Deyir, mən gələm sizə deyəm ki, sizin canınızda nə mənə var geçibdir, bu canınızda olan sizin düşməninizdir. Siz bilirsiniz, sizin bağırsaddır. Əhsən. Nə دلش را تاب ماند در نیاز، نه تنش را قوت روزه و نماز. همچو موشی پیش گربه لا شود، همچو بره پیش گرگ از جا رود. Eyni bir dənə sıçan kimin qalacaqdır pişiyin qabağında, heç bir şürənməyəcəksiniz. Yaxşı, eyni bir quzu kimin qalacaqdır qurdun qabağında. Mən sizə desəydim, siz beləsiz. Xob, اندرون نی حیله ماند نی روش، پس کنم ناگفته هاتان من پرورش. همچو بوبکر ربانی tən zənəm. Mən sakit oldum, dinmədim. Bubəkir Rəbani bir dənə ariflərdən ya sufilərdən 7 il danışmadı. Riyazəti bu idi. 7 il ağzına söz gətirmir, bərif olur. Danışıqda riyazəti sukut. Bubəkir Rəbani tən zənəm yəni danışmayam. Eyni ona tay mən belə qərara gəldim ki, danışmayam. Dəst çon Davud در آهن zənəm. Eyni Davud kimi ki, ahəndən nə mənədir? Zireh düzəldirdi, bəli. Qalxandan zaddan düzəldirdi onu. Çəkirəm bu bəkr tək sözdən ayaq, dəmri əldə xəmir Davud sayaq. تا محال از دست من حالی شود، مرغ پربرکنده را بالی شود. چون یدالله فوق ایدیهم بود، دست ما را دست خود فرمود احد. خب پس مرا دست دراز آمد یقین، برگذشته ز آسمان هفتمین. دست من بنمود برگردون هنر، مقریا برخوان که انشق القمر. مقریا یعنی اخیان، یعنی قرآن اخیان. اخو این شق القمر سن آیسین، جر necə bu əl sıxar ərşin əlin. این صفت هم بهر ضعف عقل هاست، با ضعیفان شرح قدرت کی رواست. من bu cüzü sizə deyənməz idim. Ta yetişir buna bir iki beyti rədd eləyirik ki, qurtaraq. میشنیدم فحش و خر میراندم، رب یسر زیر لب میخواندم. Mən sən yamanı eşidirdim. Bu ərəblər mənə yaman deydilər. Yəsribə gedəndə mənə daş atırdılar. O yamanlığı mən eşitdim. Amma nədir? Mən dedim, Rəbbə yəssir və la tuəssir. Dedim ki, pərvərdiqə, asan tut, çətin tutma. Ehdi qavmi innəhum la yələmun.
Bu qovum nə mənədilər? Bunların eynə hidayət eləcin. Gəzdirirdim at səni andırmadan, Rəbbi yəssirli deyirdim sən yaman. از سبب گفتن مرا دستور نی، ترک تو گفتن مرا مقدور نی. Mən səbəbi deməyə haqqım yoxudur. Buna haqq özümə gətirməmişdim. Amma səni tərk etməyə də haqqım yoxurdu. İstəmirdim səni tərk edəm. Hər zaman mi گفتم از درد درون، اهد قومی انهم لا یعلمون. İçəridən qalxanan od mənə deyirdi ki, mən sizə təhcə dua eləyə bilərəm. Deyəm ki, ey Allah, bunları hidayət elə, bunlar bir şey bilmirlər. Sancılırdım başına döydükcə mən, ehdi qavmi söyləyirdim, ey bilən. Səcdə ha mi کرد آن رسته ز رنج، کی سعادت وی مرا اقبال و گنج. Torpağa düşdü ilandan qurtulan, sən mənim oldun ölümdən qurtaran. از خدا یابی جزاها ای şərif, qüvvət şükrət ندارد این ضعیف. Bu gücsüz səndən şükr eləməyə gücü yoxdur. Get görüm Allah səni dursun həmi. Həmi durmaq, yəni yar olmaq, kömək olmaq. Get görüm Allah sənə dursun həmi, yəni hami, yardım eləyən. Kim idin sən, məndə öldürdün qəmi. Şükrü həq qoyad to را ای پیشوا، آن لب و çanə ندارم آن نوا. Məndə yox şükür etməyə o dil dodaq, haqq sənə versin əvəz olsun dayaq. Düşməniyə ağılan insan بود. Ağılların düşmənliyi belədir. Qoy ağıllar gəlsinlər adamla düşmənlik eləsinlər. Axmaqlar adamla düşmənlik eləməsinlər. Zəhr-i işan ibtihac can بود. Bunların zəhərləri canı neynir? Fərəhləndirir, işıqlandırır, parlaqlandırır. Ağılın düşmənliyi dənləndirər. Bal olar zəhri onu şənləndirər. دوستی ابله بود رنج و زلا. این حکایت بشنو از بهر مثال. Bir hekayət dinlə ta olsun yetər. Qammazın yoldaşlığından qal törər. Sonra gəlir o ayı ilə bir dənə insan ki var, dostluq eləyir, ha, yatır orada. Oradan yadına düşür ki, Mevlana nə mənədir, bir qammaz adamla yoldaşlıq eləsə, gələr bir milçək ki, qonar adamın başının üstünə, götürər bir yekə daşı çırpar adamın kəlləsinə ki, o milçəyi öldürsün. Sağ olasınız. Ay Xudadadı da bir şeir oxuyacaqdı Peyğəmbərimizlə bağlı. İndi bir yol. Niyə keçmişsə